Həzrəti Rüqəyyə salamullah əleyhanın mən neçə mərhələdə danışacağım sizə, neçə mərhələdə. Başlayacağım sizə Aşura günündən. Çünki Həzrəti Rüqəyyənin müsibəti orada başlayır da. Nə qədər ki, Əbülfəzl Abbas sağdır, Həzrəti Abbas, Rüqəyyənin müsibəti yoxdur ki. Nə qədər Əli Əkbər sağdır, Rüqəyyə çətinlik ola bilər. Onlar Rüqəyyəni qucağından yerə qoymurdular. Həzrəti Qasım sağ ola, Rüqəyyənin müsibəti ola. Rüqəyyə də iftixar elirdi. İstər Mədinədə, istər Kərbalada mənim Abbas kimi əmim var, mənim Əli Əkbər kimi qardaşım. İlahi heç bacının, heç qardaşı, cavan qardaş dağı vurma. Heç insani ilahi, arzum bu deyə, heç insani xüsusilə də körpələri ilahi ümidsiz eləmə, çarəsiz eləmə. Körpələr qoy xoşbəxt olsun. Bu illərdə çox körpələr öldürüldü, çox körpələr, müharibələrdə, müxtəlif. İlahi bu son olsun, sənə an verir İmam Hüseynivə. Körpələr xoşbəxt olsun. Onların xoşbəxtliyi əsasdır, onlar çünki gələcəyimizdir bizim. Həzrət Rüqəyyənin müsibəti ona görə Aşuradan başladı. Birincisi, xeymələrə hücum olub. Dünən dedim sizə, xanım Zeynəb gəldi ki, İmam Səccad, necə eləyək, Peyğəmbər balası, qardaşın balası, necə eləyək, qoşun artıq xeymələrə hücum eləyir. İmam Zeynəbin ağa dedi ki, deyin dağılışsınlar, səhralara qaçsınlar, atların ayaq altında qalmasınlar, yanan xeymələrdə yanmasınlar. Həmid ibn Müslim bir neçə ravi var ki, onlar Kərbalada olub, amma heç tərəfdən olmayıblar. Baxıblar, sonra danışıblar cəmaata. Onlardan biri Həmid ibn Müslimdir. Həmid ibn Müslim deyir ki, mən baxdım, gördüm, qoşun hücum edir xeymələrə. Bəzi xeymələr yanır. Uşaqlar qaçır səhraya, qadınlar qaçır, qızlar, gəlinlər qışqırıq. Bütün bu müsibətin qarət, xeymələr qarət olur. Bütün bu müsibətin içərisində bir qız uşağı qalıb meydanın ortasında bu hadisələrə tamaşa edir heyrətlə. Yaxınlaşdım ona. Dedim, qız ki, mənim balam, mənim qızım, sən kimsən? Dedim, mən Hüseynin qızı Rüqəyyəyəm. Dedim, qızım, mən sənə nə kömək eləyə bilərəm? Dedi, mən bibim Zeynəbdən eşitmişəm ki, Nəcəf bura yaxındır. Məni babam Əlinin yanına apar. Mən babam Əliyə istəyirəm, şikayət eləyim. Deyir, dedim, qızım, mən onu eləyə bilmərəm, buradan səni çıxarda bilmərəm. Amma Həmid ibn Müslim orada bir söz deyir, adamın qəlbini yandırır. Deyir, baxdım, gördüm bu balaca qızın dodaqları susuzluqdan parçalanır. Deyir, dedim, qızım, mən sənə su verərəm. Tez öz məşqim vardı, ondan bir cama su tökdüm, uzatdım uşağa. Gözləyirdim ki, bu cür dodağı parça-parça olan bala suyu alan kimi çəkər başına, belə gözləyirdim. Amma gördüm, o bala aldı, amma içmədi. Dedi, əmi, sənə bir sual verəcəm, amma sənə an verirəm, Allaha mənə düzündür. Ona görə Rüqəyyə dillərdə tuti zaban. 3 yaşı vardı, amma çox dili natiqdir. İmam balasıdır da, fəsihdir dili, bəliğdir dili, çox natiq idi. Dedi, əmi, sənə bir sual verəcəm, amma Allah'ın verirəm, mənə düzündür. Dedi, denən o qızım, dedim, mənim atam Hüseyin meydana gedəndə susuz idi. Mənə də görüm, ona su verdilər, yoxsa yox. Həmid ibn Müslim deyir ki, məni Allah'ın verdim, balam, sənə doğsun deyəcəm, o su içmədi. Deyir, mən bunu deyəndə suyu düşdü onun əlindən yerə. Dedi, mən də içmərəm. Atam su içməyibsə, mən də içmərəm. Amma Aşura axşamı gör nə oldu, Şam-ı Qəriban, Aşura axşamı yox, Şam-ı Qəriban gör nə oldu. Xanım Zeynəb bir yarı yanmış çadır tapdı, balaları toplayırdı. Şam-ı Qəribanda biz onu qeyd edirik. Ya Həril, böylərimiz onu qeyd edib, bizə də irs qoyub. Yarı yanmış bir çadır tapdı Kərbalada, yığdı gəlinləri, qızları, balaları ora yığdı, dağılmışlar, axı bayaq dedim səhraya. Topladı ora, baxdı, gördü ki, Rüqəyyə yoxdur. Dedi, Ümmü Kulsum bacısına,
sən uşaqlardan muvazib ol, müğayət ol, mən Rüqəyyəni axtarım. Ümmü Kulsum dedi ki, bacı Zeynəb, mən səni bu çöldə tək qoymam. Gəl Səkiniyə tapşıraq, İmam Hüseyin qızına mən də səndən gəlim. Tapşırdılar Səkiniyə. İki bacı Zeynəb, Ümmü Kulsum gəzdilər Həzrəti Rüqəyyə üçün xeymələrin arxasına baxdılar. Gördülər yoxdur, biraz uzaqlaşdılar, gördülər yoxdur. Biraz sağ tərəfinə, xeymegahın sol tərəfinə gördü yoxdur. Axırda Zeynəb, Ümmü Kulsum Zeynəbin yadına saldı, dedi, bəlkə qətligaha gedib. Qətligaha gedib bu qaranlıqda. Gəlib baxanda gördülər ki, o çuxur yerdə əyləşib Rüqəyyə. Tez xanım Zeynəb Rüqəyyəni bastı bağrına, qızım, gedək xeymələrə, burada qalma. İndi Səkinə də xeymənin qabağında qalıb gözləyir. Baxır uzaqdan, görəsən bibilərim, əmmələrim, bacımı tapacaqlar. Baxır. Gördü, gəlirlər. Rüqəyyə də oradadır, çox sevindi, qaçdı qabağına. Dedi, bacı Rüqəyyə, hardaydın? Xanım Zeynəb dedi ki, çuxur yerdəydi. Səkinə dedi ki, indi Allah bütün evə, övlad arzusunda olan evlərə övlad versin. İndi qız balası, qız uşağı hamında var da indi. Allah arzusunda olanlara nəsib eləsin. İndi kiminsə öz qızı, kimin qardaşı qızı, bacısı qızı, nəvəsi, hamısı görüb ki, onlar nə qədər şirindir, onlar nə qədər gözəldir, onların bir həyatdır, bir nə deyim, dünyadır, onlar qız uşaqlarının həyatı bir dünyadır. Allah qız balalarımızı xoşbəxt eləsin, bütün balaları xoşbəxt eləsin Allah, xanım Rüqəyyə xatır. O danışığı da görmüşsünüz də, necə şirin danışır, hə? Səkinə deyir ki, bacı, hardaydın? Deyir, atamın yanında. Deyir, sən atamı necə tapdın bu qaranlıq çöldə? Daha demir uşağa da başsız bədən. Deyir, necə tapdın? Deyir, ürəyim sıxıldı, könlüm daraldı, qəlbim sıxıldı. Çağırırdım, atacan, atacan, ya əbata, ya əbata. Gördüm o çuxur yerdən səs gəlir ki, qızım, gəl. Qızım, gəl. Gedək Şam'a. Gedək Şam'a. O İmam Zeynalabdin ağa elə yanmışdı Şamda, elə yanmışdı, qəlbi yanmışdı, ürəyi yanmışdı. Ətəyi Kərbəlada yandı İmam Səccadın, amma ürəyi Şamda yandı. Ona görə soruşurdular ki, Peyğəmbər balası, sənin ən ağır müsibətin hansıdır? Vururdu, 3 dəfə əlin dizinə deyirdi, Əşşam, Əşşam, Əşşam. Gedək İmam qəlbi yandıran Şam'a. Xanım Rüqəyyə o xərabədə, o viranədə yatmışdı yuxuda, bala gördü ki, atasının İmam Hüseyni ayıldı yuxudan, ağladı. Atamı istəyirəm. Eynə Əbiyəl Hüseyin, harada da atam Hüseyin? Rüqəyyənin ağlamağına hamı ağladı. Zeynəb də ağladı, Ümmü Kulsum da ağladı, Səkinə də ağladı, Fatimə də ağladı. Bu ağlamaq səsi çatdı Yezidin qulağına. Dedi, aparın, madam ki, bu körpə öz atasını istəyir, atasının kəsilmiş başı verin ona. Mən həmişə bu sözü deyirəm, hər il deyirəm. Yezidin bütün elədiklərin tərəzinin bir gözünə qoyasan, amma təkcə Həzrəti Rüqəyyənin 3 yaşında qız uşağı atamı istəyirəm deyib ağlayır və ona atasının kəsilmiş başını göndərirsənsə, bu ən böyük ağır cinayətdir. Bütün o cinayətlərin fövqündədir, üstündə olardı. Gətirdilər bir təbəqdə, üstü örtülü qoydular Rüqəyyənin qabağına. Rüqəyyə nə bilsin? Nə bilsin Rüqəyyə? Baxdı bibisi Zeynəbə. Dedi, bibi, mən səndən xörək istədim, çörək istədim, yemək istədim. Mən su da daha istəmirəm.
Mən su da istəmirəm. Mən atamı istədim. Onda örtüyü qaldırdı Şam əskərləri. Xanım Ruqayya gördü atasının kəsilmiş başı, aldı qucağına. Elə oxşama dedi. Elə sözlər dedi orada. Dedi, ata kim məni bu yaşda yetim qoydu? Ata kim sənin başı və bədənindən ayırdı? Amma mən sonda bu sözlə bugün qutarmaq istəyirəm. İnşallah xanım Ruqayyənin məclisi Allah nəsib eləyər. Səfər ayının 5-də məxsus qeyd eləyərik. Bilirsiniz, Ərbəyində xanım Zeynəbin və əsirlərin azad olub Kərbəlaya gəlməsi. Hə, bunu deyirəm, elə ağlaya-ağlaya baxın mənə, ağlaya-ağlaya baxın mənə. İmam Hüseyin qapısında ağlamaq iftixardır. Allah bu neyməti əlimizdən almasın. Elə ağlaya-ağlaya baxın, burada utanmaq yoxdur. İmam Hüseyin qapısında utanmaq yoxdur. Xanım Zeynəb əsirlər azad oldu, Ərbəyində yetişdilər Kərbəlaya. İndi Rübab sizcə kimi ziyarət eləyər? Hə? Rübab 6 aylıq quzu qurbanının qəbrinə gəlir. Digər xanımlar da həmçinin. Amma hamının gözü xanım Zeynəbdə də görək xanım Zeynəb neyniyəcək? Çünki xanım Zeynəb 2 övladı şəhid olub Kərbəlada. Onların qəbrinə gedəcək birinci. Yoxsa Həzrəti Abbasın Nəhri Əlqəm kənarında ora gedəcək. Yoxsa İmam Hüseynin qəbrinə gələcək. Yoxsa Əli Əkbərin, Həzrəti hansı biri? Hamının göz Zeynəbdə də gördülər, xanım Zeynəb birinci gəldi İmam Hüseynin qəbrinə. Yavaş-yavaş, aram, dizlərin qoydu yerə. Dedi, qardaş, gəldim. Dedi, qardaş, gəldim. Əsirlikdən qutardım. Köynəyimi də gətirdim. Qoymadım qala. Qardaşım Əbbasın ələmin də aldım. Onu da aldım, gətirdim. Amma bir əmanətimi gətirə bilmədim.